Həzrəti Əli oğlu İmam Həsən əleyhissalama vəsiyyətlərinin birində belə buyurur ki, özünlə digərləri arasında özünü tərəzi qərar ver. Fəəhbib li qayrikə ma tuhibbu li nəfsik. Özün üçün xoşladığın hər bir şeyi digər insanlar üçün də xoşla. Ki, bu günləri bəzi insanlar özü üçün xoşlamadığı bir şeyi, özünə rəva bilmədiyi bir şey digər insanlar üçün rahatsızlıqla rəva bilir və onlara həvalə eləyə bilir. Əsl nümunəvi şəxs odur ki, özünə xoşlamadığın digərlərinə də xoşlasın və Həzrət Əli buyurur ki, və əkrih ləhu ma tukrəh ləh, ki, özün xoşlamadığını digər insanlara da rəva görmə, özünün sevdiyini digər insanlara da xoşla sev. Və la təzlim kəmə la tuhibbu an tuzlam. Heç vaxt insanlara zülm etmə, çünki sən də xoşlamırsan ki, sənə qarşı zülm olunsun. Və əhsin kəma tuhibbu an yuhsana ileyk. İnsanlara qarşı yaxşılıq et, çünki sən də sənə qarşı yaxşılıq edilməsinin arzusundasan. Həzrət Əli bu dəyərli vəsiyyətinin vasitəsilə bizlərə demək istəyir ki, özünüzü insanlar arasında tərəzi qərar verin, özünüzün xoşladığı hər bir şey insanlar üçün də rəva bilin. Özünüzə xoşlamadığınız bir şeyi digər insanlar üçün də rəva bilməyin.